Ya Allah, başlayaq sınavımızın birinci sualından. Sən denə, mən də yoxlayayım bir-bir. Sağlam insanın ürəyində aypara qabıqları açıldıqda atilə qalan son məddədən sorğulatda tökülür. Yox, bu səhvdir. Hı -hı. Fayl qabaqlamaydı. Fayl qapaqda atilə qan sağ qulaqçıqdan sağ məddəciyə tökülür. Sağdan sola burada venoz qan tökülür əslində. Sağdan, Soldan sola. Soldan sola olmalıdır əslində atilə qan. deməli, soldan sola olmalıdır, bəli. Yəni bu fikir səhvdir. Aypara qapaqlara açıldıqda venoz qan sol mədəcikdən ağır. Yox, burada səhvdir. Sol sözü. Hali qapaqlar açıldıqda venoz qan sağ yenə səhvdir. Yox, bir dəqiqə. Venoz da düzdür. Sağdan sağa, soldan sola da şey deyil. Atilə qan. Düzdür deməndə. Faylı qapaqlar açıldıqda venoz qan sağ qulaqcıqdan sağ məddəciyə, arterial qan sol qulaqcıqdan sol məddəciyə tökülür. Doğru görünür. Bəli, amma aypara qapaqlar açıldıqda venoz qan... Hə, deməli doğrudur, tamam. Devam edirik ikinci sorumuzla. Hansı orada? Şəkildəki orqan bu mitokondridir. Tamam. Matrix var. Krista var. Dəqiqə, strom, dezoksiribonukleoz var. Membran da var. Burada matrixlə stroma ilə qrama birində deməm. Yebəndi. Bəli, stroma xloroplastda olurdu. Mitokondriya aid deyil. Tamam, üçüncü sualımız. İfraz etdiyi biyoloji fəal maddə birbaşa qana keçən vəzidir. Ağız suyu yox, epifiz düz, timuz düz, tər yox, göz yaşı yox, pi də yox. 3-5 yebəndi. Deməli, 3-5 yebəndi doğrudur. Apotrof ne deyir? Düzgün ben düzgün deyil. Atrotrofdur. Həm atrotrof həm prokaryotdur. Onda bu şeydir. Bakteriyanın ya fetosintez və xomosintez edicidir. Siyanobakteriya ola bilər. Hı -hı. Şurt bakteriyası da ola bilər. İkinciyə baxaq. Parazitdir. Onda infusion tərif parazit bəqə mukor göbələyi mukor parazit demiş ki dəqiqə yaşlı bakteriyanın da çoxdur mahnızı debəndi. Bəli, bəli, çoxdarmamızı göbələkdir, parazitdir, avtotrof deyil, Mən prokaryot da deyil. Yaşıl bakteriya avtotrofdur, hə. parazit deyil, prokaryotdur, düzdür. Tamam, beşinci sualımızla devam edək. Sabahlaşdırmasından AA genləri daşıyan fərqlərin arasından ehtimal neçədir? Onda heç BB-yə baxmağa ehtiyac yoxdur. Yox, ona da baxmayıq əslində. Yox, yox, lazım Yox. deyil də yəqin ki. Hə, ona Məncə 4-də 1-dir. 4-də 1 deyirəm. bəli, dörddə birdir, tamam. Nöqtələrin yerinə uyğun gəlin ifadələri yazın. Birləpəli bitkilərdə toxunma, qabıq, birləpəli deyir. Ehtiyat dəqiqə ləpər baxları endospermdən ibarətdir. Anatomisinin ürüşün, bu itkini anatomiyasını öyrənir. Biləməcən toxumu qabıq endosperm və rişeymlə ibarətdir onda. Rişeym və endosperm 4 ilə başlayaraq bunun anatomiyası olar da yəqin ki, daxil orqan ya da 4 üstüm 2 demə. Fiziologiyası, funksiyasını öyrənir. Anatomiyası var da yəqin ki. Bəli. Yəni, 4 quruluş 3. varsa anatomiyadır, funksiya varsa hər hansı bir iş Hə. görülürsə o fiziologiya olacaq. Sonra eşək qanqalı qubuzu günə baxan göyçək zəncir otu sarılan bizənin neçəsi iki qat mayna prosesində borulu çiçəklərdə baş verir. Borulu deyirsə göy çiçəkdir. Dəqiqə. Hədir göy çiçəkdir. Zəncir otu yox. Eşək qanqalında da göy olar əslində. Çünki bəzilərində var idi. Eşək qanqalı, göy çiçək. Günə baxan da dəqiqə. Yanaçı dediklə onlar da boruluydu. Üçündə də yəqin ki. Hansılar oldu ki? Mən eşək qanqalı göy çiçəyi dəyək götürdüm. Bir də Hı. günə baxan götürdüm. Bəli, bəli. Eşək qanqalında yalnız boru şəkillidir. Günə baxanda boru şəkilli və dilli şəkilli var, amma iki qat mayalanma boru şəkilli də gedir. Göyçəkdə boru şəkilli və qıf şəkilli var.
İkiqat maylanma yalnız boru şəkildə gedir. Zəncirotunda dipçik şəkilli çiçəkdir. Lobiyada yoxdur. O Hı, şəkilli çiçək. Tamam. bəli. Üç dənəsində baş verir. 8-ci sualımız. Eyni Geoxoloji dövrdə meydana çıxmışdır. Gərək müəyyən edək ki, görək bildim. hansı geoloji dövrə aiddir. Cədvəldə geoxoloji cədvəldə eyni dövrdə meydana çıxmışdır. İç məmələrlə əsl qurdlar yox, əsl sümüşlü balıqlarla ayaqlı yox, qırdaqlı balıqlarla iç məmələr burada yox, iç türlərlə iç məməli, əsl quş, yəqin yebəndir. Bəli, əsl quşlarla ali məməlilər hansı dövrdə meydana çıxmışdır? Bir də Kiryasda mı? Xeyr, Onda şeydə, yuvada, xeyr. nə bilməm, Neogəndə mi yoxsa? Neogən Təbaşir, dövründə. Təbaşirdə. Hə, neyse. Bunlar. Təbaşir. Ə, Uyğunlaşdır müəyyən edin. Kalmır baş ayaqlılar, əqrəb xərçəngçilər, nədir? Tarantul hörümçəklər, cüvə həşəratlar, anadonta kitaylılar. Anadonta kitayı düzdür. Hı -hı. Tarantul hörümçək o da düzdür. Əqrəb xərçəng deyil. Əqrəb şeydir. Ə, hörümçək. Bəli, əqrəb hörümçək kimilər dəstəsinə aiddir, sinfinə aiddir. Tamam, 10-cu sualımız. Qan, limfa, piy, toxuma mayısı orada yəqin ki. Ya da birləşdirib toxuma növləri. Birləşdirib toxuma növləridir. Birləşdirib toxuma. Qan, Birləşdirici limfa, piy, toxumanın xırda, növləridir. Yəni toxumun mayesi. xırda. Yəni daxili maye mühit desəm bəlkə, amma orada pi daxili maye mühitə aid deyil. Qan, limfa və toxuma mayesi daxili maye mühitinə aiddir. Orada pi, qan, limfa dediyinə görə birləşdirici toxumanın növləri. Bəli. Tetraploid bitkinin xromosom sayı 48-dir. Bu bitkinin bölünən kan hüceyrəsinin anafaza mərhələsi sonunda neçə xromosom olduğu müəyyən. Xromosom 4-48 isə bu kan hüceyrəsinin anafazası 4-4-dir. 96. Hı -hı. 96 değil mi? Anafazada 8-in bərabərdir 96 olacaq. Elə anafazanı istəyir də. Hə. 96, bəli, tamam. Həşəratların xarici sikletini təşkil edən polisaxarid həşərat mı deyir? Pektin deyil inşallah xitin olmalı da. Amma Xitindir. həşəratda xitindir. Bəli, xitindir. C variantı doğrudur. Sonra 13-cü sualımız. Bu akulada akula ilə balığı veriblər. Akula ilə balıqdır, Bal. siyənək balığıdır deyəsən. Hə. Orta cəhət deyildir. Gəlsəmə tənəffüs edir hər ikisi. Gəlsəmə qapaqları yoxdur. Beynləri ürəyə venöz qan gəlir. Düz olar. Qan ortası venöz qan axtarır. Qan dövrəndə arteriya və venöz qan dövr edir. Ortaq deyil soruşur. Məncə Y bəndi olar da yəqin ki. Bəli, çünki qəlsəmə qapağı sümüklü balıqlarda var, qığırdaqlı balıqlarda yoxdur. Tamam, 14. İnsan baş meydə çıxan 12 cüt kələ sinirindən 3 cüt hissi, 4 cüt bu 3 cüt hissi sinirdən cəmi təsir sinir pulları yalnız bir istiqamət ötürür. Bir istiqamət ötürməni soruşur. Gəmi neçəsi ilə sinir impulsları yalnız bir istiqamətdə ötürülür. Yəqin ki, qarşıqları çıxarıq da. Bəli, O da 8 cüt 16 dənə. bəli. Əhsən. Cədvəldə ikisinin yerini yazıla bilər. Xarici qulaq, göz qapağı və qırpma pərdəsi. Xarici qulaq, göz qapağı, qırpma pərdəsi yoxsa bu şeydir. İnsandır. İnsan deyirləri. Onda ev iti zadı var. Hə, ev iti var. Yəni məmələrə aid olan heyvan və ev iti ola bilər. Hə, biokimyəvi kriteriyin bəzi hallarda özünü doğrultmur. Bunun əsas səbəbi nədir? Mutasiya da yəqin ki. Bəli, çünki DNT ilə nuklein turşularının quruluşu ilə bağlıdır. Mutasiya olarsa quruluş dəyişiləcək. Verilənlərdən hansı insan üçün səciyyəvi olan protozooslarda aid?
Gastrit, protozooslara aiddir. İnsan üçün səricə olan protozooslardır. Malyariya, bruselyoz, qotuluq, trixoz, gastrit. Protozoos nə deməkdir ki? Protozoos bir hüceyrəli heyvanların törətdiyi xəstəlik. Biz epidemiologiya keçmədik. Yox. Ha. Bəlkə də əvvəl gedibsiniz. Bilmirəm, məndən qabaq. Malyariya parazitdir. O ağcaqanad Sən yedi. hansı dərsdən sonra qoşulubsan? Mən işte qoşanda şeyi seçdik. Genetika. Hə, epidemiologiyanı genetikadan əvvəl keçmiş elə bilirəm. Tamam. Olar. Qotluq da gənədir. Bruselyoz şeydir. Mal qripi kimi şeydir. Trixoz heyvan, yəni bruselyoz heyvandır. Gastrit də olmaz. Ya tinraxons, yəqin A bəndidir. Yox. Dedi mi? C-dir. Teynarıqız Malyariya soliteri paraziti törədir. bakteriya. Hə, bakteriya deyil, yox. Bir hüceyrəli heyvandır. Malyariya paraziti. Hə, olar. Aha, yəni protozoos bir hüceyrəli heyvanların törətdiyi xəstəlikdir. Orada öküz soliteri çox hüceyrəli heyvanın törətdiyi xəstəlik olduğuna görə teynarıqız olmaz. Tamam. Sonra 18-də çəkdə yarpaq damarmasına bu paraleldir də, bir dəqiqə. Yox, paralel deyil bu. Bu torvaydı, qövsvarıdır bu. Səsaq Var. sistemi düzdür. Aha. Səsaq sistemi düzdür. Bir ləpər toxum ola bilər. Olmur deyir Sadə, heç birində. hə, bildim. Heç birində olmur. Aha. Hə, bu. Senin heç birində olmur. Səsaq sistemi olur. Bir ləpər toxumda olur. Sadə sümbül çiçək qrupu. Sadə sümbül hansındaydı? Baxla meyvə. İki cinsli çiçək. Deyə gəlməsən. İki cinsli. Qarğa gözlü. Bağa yarpağı bir dənə bura aid idi mən bilən. Bağa yarpağı da şeydir. Sadə sümbül idiymişim. Bağa yarpağı deyən sadə sümbül idi. Ya dedi ya yedi. Məncə. İki cinsli çiçək. Bir cinsli. İki cinsli bir evli ola bilər. Yəqin paxla meyvədir də. Hmm. Olar, bəli. Saçaqlı kök sistemi var. Bir ləpəli toxum var zambaqlarda məsələn. Sadə sümbül bağ Sadə sümbül yarpağında var. bağa yarpağı da İki cinsli çiçəkdə bir ləpəlilərdə var. var. Amma Ana paxla ucuma. meyvə yoxdur. Tamam, 19-cu sualımız. Sağ xərcəcinin çoxalması prosesinə mayelanmada bilavasitə en sayda qamet iştirak etmişsə, əməlcan xərcəcə maksimum neçə ədəd alt sənə saymaq olar. En sayda qamet iştirak edirsə, n bölü 2 qədər dəqiq xərcləməyəcəklər. N bölü 2 qədərdən sonra alt sənədə 1 cüt, 2 cüt, 4 dənədir. 4 tərəf n bölü 2-də 2 eləyir dəqiq. Deməli, bir cüt üst, iki cüt alt. Hada 2 edir. Hə. Yəni, n bölü Sonra. 2-ni vururuq 4-ə edir 2. Bəli. Qismən edin, tənə altı çıxıntısı var. Beyin həcmi 1220 deyil. Qaş üstü yastıcıqlı var. Tənə çıxıntısı varsa bu neandertal yəqin ki də. Qaş üstü yastıcı yoxdur. Mən olar bilmirəm. Yəni tənə çıxıntısı neandertal bilirəm. Hə, çənəaltı çıxıntı Neandertalda da var, Kramanyonda da var. Amma qaş üstü yastıqcıq ancaq Kramanyonda yoxdur. Yəni o qaş üstü yastıqcığa minus qoyulduğuna görə burada Kramanyon. Kramonyan. Başdı. Tamam. 21-ci suala keçək. Verilmiş bitkinin hansında sporundakı xromosom sayı yarpaq hüceyrəsi xromosom sayına bərabərdir? Sporundakı xromosom sayı yarpaq hüceyrəsi xromosom sayına. Spor yəqin deyəm, qırcıda 2 endi yarpağı. Dəqiqə adi olmaz ancaq qarabaq. Yəni şey olur da, yaşıl quş mamırı. Bəli, yaşıl quş mamırının yetkin fərdi haploiddir, spor da haploiddir. Ona görə bərabərdir xromosom sayı. İnsanda içmə sümüklərinin təbil pərdəsi bilavasitə dəqiqə. Eşitmə sümüklərinin təbil pərdəsindən olar pəncədir, xarici qulaqlıdır. Bəlkə olar kisəcidir, yoxsa olsa.
Yəqin yığışdaq borcu ya da burunluluq əlaqəndə. Yəqin yığışdaq borcu əlaqəndir. Oval pəncərə ilə döyül, xarici blokla birləşdirir. Yəqin ki, xarici blokla birləşdirir də mənim təbil pərdəsini. Eşitmə sümükçələri təbil pərdəsini bilavasitə Səs eşitmə sümüyü dalğasının içindədir. ötürülmə ardıcıllığını yadına sal. Dəqiqə. Oval pəncərədimi? Yoxsa oval kisəcikdir? Oval pəncərə. Pəncərədir, deyil. Bəli. Bəli. Çəkic, zindan, üzəngi, ondan sonra oval pəncərə, sonra dəhliz, sonra ilbiz, sonra eşitmə sümüyü, sonra isə eşitmə Hə, mərkəzi. bildim. Ona görə cavab C bəndi. Sonra 23-cü sualımız. Ətdə bişirilmiş əvvəlki miqdarı 80-dir. Suda bişirdikdən sonra ətdəki minimum miqdarı deyirsən. Deyən, bitkidə 30 idi. Mən burada da maksimum 60 idi. 60-15 arası idi. Bu da 60-ı götürək 40% qalsın, o da 32 qram. Deməli, bişirilməzdən əvvəldirsə, ət bişirildikdən sonra minimumsa maksimum 2 olmalıdır. Bəli. 40% da. Hə, tamam, yəni 32 qram, milliqramdır. Sonra 24-cü sualımız. İnsanın omurga sütunu bilavasitə birləşmə əmələ gətirmir. Omurga sütununa deyir, bilavasitə yəni birbaşa birləşmir deyir. Uzun boylu sümüklə birbaşa birləşmir onun omurga sütununa. Süd sümüklərlə omurga sütununa. Süd sümük şey deyə bilərik. O sütundan birləşir şu. Qüvvəyə qalsın. Məncə birləşmir. Aşağıdakı ətrafların sərbəst hissəsinə aid sümüklər o da birləşdirmir. Çanaqla birləşir. Yastı sümüklə birləşir. Çanaq sümüdür. Döz sümüyü ilə bilavasitə birləşir. Kəllə skenetari sümüklə də ənsə ilə birləşirdi. Cavab. 6-yı çıxardırıq dəqiq. Çünki kəllə skenetari sümük var. Döz sümüyü birləşdirib. Yastı sümüyü çıxardırıq. Çünki şey var, çanaq sümüyü var. Hı -hı. 3 dəqiq döy, 1 dəqiq döy. Yəqin süd sümüklər də mən şey görə qaldım, qabırğalara görə. Onlar da birləşir də yəqin ki. Birləşir də. 1-3. 1-3. Hı. Bir Amma də 4 sümüklə birləşmir. Əslində 4 sümük şeydə idi. döş sümüyü qabaqda olur. Onurğa sütunu Qabaqda arxadadır. olur. O üstünə döy. Hə, 1, 3, 5. 1, 3, bir də 5. Bəli. Döş qəfəsində olurdu. Bəli. Şey, döş sümüyü. 25-ci Hə. sualımız. Hamilə qadın orqanizmdə cift yanlış sorulur. 7 ay hormon. Cift 3-cü ay 6 ay hormonu ifadə edirdi. Bəli. Səhvdir. Müvəqqəti daxili sekretariat düzdür 1. Əmələ gəldikdən sonra döl dövrü başa çatır. Yox, rüşeyin dövrü başa çatırdı. Hı -hı. Follikulun yerində yaranan qarışıq sekret vəsidir. Göbək ciyəsi vasitəsilə dölə birləşir. 5 düzdür. Hı -hı. 2 səhvdir, 3 səhvdir. 4-ü də qoy fikirləşim. Yəqin düzdür, qarışıq sekret birləşir də. Yəqin ki, yumurta hüceyrə, yəqin progesteron, estrogen yəqin ki, orada vücud vəzidir də. Yox. Amma Follikulun hamilə qadın qarışıq sekresiya vəzi deyil, daxili sekresiya vəzidir. Həm də ki, follikulun yerində yox, uşaqlıqda əmələ gəlir o. Follikulun yerində sarı cisim əmələ gəlir. cift deyir onsuz. Mən ciftə fikirləmirəm. Hamilə qadın kimi baxıram. Yəni ciftdə hər 2-4 səhvdir. Bəli, 2, 3, 4 Hə. fəndləri yanlış göstərir. Sonra 26-cı sualımız. Bir atom həm birinci növ, həm də ikinci növ biyogen miqrasiyada keçirən nümunələr vardır. Onda çox hüceyrələr şeydən insan olmaz. Bir Yəni dənə də demək istəyir ki, həm bir hüceyrəli, həm də çox hüceyrəli olmaz. nümunələri var. Bildim, amma insan yoxdur. Üçüncü növ biyogendir. Aha. Dəqiq deyim. Ali sporlu bitkilər, dəqiq deyim. Meyvə cismi olmayan göbələşlər, dayı heyvanlar, ibtidai bitkilərin, bakteriyaların. Bakteriyanın çox hüceyrəsi yoxdur, bakteriya çıxardaq.
İbtidai bitkilərdən bir dənə yosunlu hüceyrəsi var. Bir götürək. Bakteriyalarını çıxartdıq. İbtidai heyvanlar deyəcəm. İbtidai heyvanlardan ali sporlu bitkilər. Ə, bir ali sporlarda mamır zat orada bir hüceyrələr yoxdur. Hı hı. Yoxsa mamır yox. Olur da bir hüceyrəsi. Haploid mamır var elə. Onda deyə belə deməm. Bir var. İbtidai bitki var. Bir, 5. İbtidai heyvanlarda şey zad aiddir buraya. Bağırsaq boşluqları zad da. Yox, ibtidai heyvanlar ancaq bir cürələr gedir. Hər şey. Onda 1 ilə 5 də 3 var yəqin ki. 105. 1-lə 3 yalnız. Ali sporlu bitkilərdə bir cürələr nümayəndə yoxdur. Və biz mamıra bir haploid nəyə deyirik? Haploid xromosom dəstidir. O bir cürəli demək deyil ki. Hə, bildim başa. Tamam. Doğru cavabımız Homosintez. 1-lə 3. Hə, başa. Homosintez və fotosintez prosesi deyir o birində də. Hı 1, hı. 2, 3. Bitkilərdə baş vermir. Bitki deyilsə homosintez. Hı hı. Prokaryotda baş verə bilər hər ikisi. Hı hı. Doğruca heyvanlarda baş verə bilməz hər ikisi. Çox hücrəli heyvanlarda baş verə bilməz. Bəli, hər ikisi. Qırmızı və yaşıl bakteriyada baş verə bilər. Bu qırmızı və yaşıl dediyinə görə dəqiqə fotosintezləşən rənglərdir. Hı hı. Homosintezdir, bakteriya. İçsə dedi, Hı hı. eukaryotda da baş verə bilməz. Eukaryotlar şeydə yəqin ki, bir dəqiqə. Eukaryotlar homosintez. Bəli. İşte, Tamam. Keçək şübhəsiz. situasiyaya. Hmm, Neşt dərsi veribdi. Görüşüm inkişafında izləyən tədqiqatçı müayinələri bir neçə saat keçdikdən sonra sayının artdığını və onun ölçülərinin get-gedə kiçildiyini müşahidə etdi. Aha, düzdür. Hə, sual demişik. Tədqiqatçının rüşünün inkişaf izlədiyi canlıda müayinəmə yumurta üzərində tam parçalanmaya məruz qaldığını söyləmək olarmı? Bir dəqiqə. Neştərçəmdir? Bəli. Balıq deyir. Bir dəqiqə. Yumurta sarı tam parçalanmaya. Bunlar tam parçalanırdı. Onlar bunlarda yumurta belə bir şey var deməm. Bir şey az bəziləri qeyri tam bölünürdü, şeyi çox idi. Onun adı yanından çıxdı, nəyə çox olduğu. Yumurta Məsələn, sarısı, sarılıq hələ maddəsi. yumurta, hər şey yumurta sarısı. Yumurta sarısı bunlarda az da ona görə tam bölünür də neçəçədə. Bəli, həm tam bölünür, həm də bərabər bölünür. Nerv sərçələrdir, dərsi tikanlardır, bir də e, Şeylər, ali mən məməlilərdir. Bunlarda bilməliyəm. tam və Hı bərabər bölünmə baş verir. hı. Aha, əsaslandırma da budur ki, onlarda yumurta sarısı az olduğuna görə. Nəysə, X-də göstərilən hüceyrələr necə adlanır? Bu hüceyrələrin hansı bölünmə üzrə bu hüceyrələr hansı bölünmə üzrə gəlmişdir? Mitoz bölünmə göstərilmiş hüceyrələr. Bunlar blastomerlər də Bəli, blastomerlərdir. hansı bölünmə üstə birinci uzunluqdur, ikinci də uzunluqdur, üçüncü enli Bölünmə olacaq. üsulu, o istiqamətdir birin uzunluğuna enine. Enli sonra mitozla bölünür. Mitoz yolla bölünür, bəli. Doğru. Hə, Tamam. Cədvələ əsasən A və B ədədlərinin qiymətini müəyyən edin. X-də göstərilmiş hüceyrənin əmələ gəlməsi üçün uzunluğa bölünmək, məruz qalan hüceyrənin ümumi sayını soruşur. Hüceyrə deyirsə, onda birinci götürürük. Uzundan bölünməyə məruz qalan deyirsə, birinci bölünür, sonra ikisi bölünür uzuna. Üç dənəsi uzundan bölünməyə məruz qalır. Üç O tane nə deyir? deməli, hələ bir, sonra iki, Gücü bu elinə böləcək özü sonrası. enine olur. Bəli, üç dənəsi uzunluğa bölünməyə məruz qalır. Bizə göstərmiş hüceyrənin bilavasitə bölünməsində nəticəsində əmələ gələcək hüceyrənin təzən deyir x bölünsə, nəsə x neçə dənə var? 4, 8 dənə var, 16 dənə də budur. 16, 3-cü cəmdə 19. Aha, heç cəmi istəmir orada. Tez cəmi Amma verələrin soruşdurursan. qiymətini istəyir. 19 olacaq. Tamam, qəşəng.
Bunu işlədik, bunu bağlayım. Demək.